şükür yani biz daimi bizim indi bu il 27 olsa belə bizim qəlbimizdə 22 yaşındadır Səna Hanım. Həmişə cavandır, həmişə o təmiz, pak ruhu ilə bizim gözümüzün qabağındadır. Yəni o 22 ildə ağlı kəsəni belə deyək də bir 15-17 ilini xalqımızı sevərək, yəni anlayıb, yəni o çox erkən yaşlarından anladı. Millətə, xalqa hörməti, dinimizə hörməti. Mən də burada baxıram, maşallah, hamısı xalqını sevən, millətini sevən, dəyərli insanlardır ki, dəyər verir, bu dəyərliləri ziyarət edirlər. Mən də hər birinizə təşəkkür edirəm. Ali Başkomandanımızın, Prezidentimizin layiqli nümayəndələri, Allah canınızı sağ eləsin. Yəni tapşırdığı kimi siz ki, şəhid valideynlərin, qazilərimizi diqqətdə saxlayın həmişə. Siz həmişə bizi doğrudan da çox, yəni biz gözlədiyimizdən də sizlərə aiddir. Yəni bizi diqqətdə saxlayırsınız, həmişə yanımızdasınız. Allah sizləri var eləsin. Mömin qardaşlarımız var ki, bizlərlə daimi gecəmiz, gündüzümüz 24 saat demək olar ki, bir yerdədir sizlər kimi. Allah hər birinizdən razı olsun. Buradakı bütün şəhid valideynlərinə mən səbir diləyirəm. Allah canlarını sağ eləsin. Doğrudan da birdən görsən bizi, acılarımızı, bu acı unudulan acı deyil. Amma sizlərlə yaşamaq, yəni unutmaq deməkdir. Yəni onu qürur hissi ilə daşımaq deməkdir. O da sizlərin sayənizdə, sizləri, yəni bizi çalışıb o diş durmağımızı yəni təmin edirsiniz. Çox sağ olun, var olun. Bizim dəyərlilərimiz, sınısamızı, hamınıza təşəkkür edirəm. Allah sizlərdən razı olsun. Buradan da buyurarıq inşallah. Orada məclisimiz davam edəcək. Allah razı olsun sizlərdən. Nə qürurlu mənzərə, düşmən üstə tank gedir, ilahi ədalətdir, haqsız üstə haqq gedir, ordunun arxasınca yumruq olan xalq gedir. Çələ dönən bu xalqın axınını kim saxlar? Qığılcıma bənddirlər, şimşək tək çaxacaqlar. Ey Səncəroğlu əsgər, mən də sənin əsgərin. Əmr elə, əmrin ilə düşmənə sinə gəlim. Darmadağın eləyim, reş-reş üstə sərim. Bəsdir səbr edib dözdük, səbrin daşan vaxtıdır. Qanımızın qisas üçün artıq coşan vaxtıdır. Hüzuli sevdasında, Cəbrayıl eşqindəyik, Kəlbəcər, Laçın üçün can vermə məşqindəyik. Bugün xəbər gəlsin ki, Xan kəndi keşkindəyik. Zəngilan, qabaqdadan kesin zəfər yolları, bülbülə naz eyləsin, xarı bülbül kolları. Sarsın yaralarını Ağdamım, Xocavəndim, Xocalını doyunca qucaqlayım, kövrəldim. Alik səslərimizdən gülsün yüzlərlə kəndim. Əskərən Ağdarada Türkün səsini duyam. Xanın avazındayım, Şuşa havasındayım. Zəfərlərin müjdəsi aprel zəfəri olsun. Bu savaş ordumuzun zəfəri səfəri olsun. Polad Həşimovun da bundan xəbəri olsun. Ceyran şəhidimizin yerdə qanı qalmasın. Artıq sevinən görək bütün Azərbaycanı. Bu vətən savaşıdır, bu torpaq savaşıdır. Qarabağ üçün Darxan bir bayraq savaşıdır. Bu haqqını istəyən xalqın haqq savaşıdır. Qoy haqqın uğrunda da canımız olsun fəda. Hamı bilsin, Qarabağ Azərbaycandır, nida. Qarabağ Azərbaycandır, nida. Bittiği yarışmalarından diyen olacak. Bir dakika merhaba. Sen bir diye bilərsən, onu bir kadar boşa bilirsin. Hansı amiri? İkinci. İkinci, tamam. Ey şəhid qürurlu anamız vətən bayrağınla bəlli sən. Çünki öz qanla sən boyayıb qorudun anamız vətən. Ey vətən Füzuli, Abbas Səhət deyirəm. Ey vətən Sabiri, Doğan Qeyrət deyirəm. Ey vətən Üzeyir, Müşfiq Səməd deyirəm. Günəşin müqəddəs bir həqiqət deyirəm. Azərbaycan deyəndə dünya dinləsin məni. Diqqət deyirəm Azərbaycan deyəndə. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm.
Mən vətənə sabiri, doğan qeyrət deyirəm. Mən vətənə üzeyir, müşfiq səmət deyirəm. Günəş kimi müqəddəs bir həqiqət deyirəm. Azərbaycan deyəndə dünya məni dinləsin. Diqqət deyirəm, Azərbaycan deyəndə. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm. Mən vətənə sabir, doğma qeyrət deyirəm. Mən vətənə üzeyir, Səməd deyirəm. Mən vətənə günəş kimi müqəddəs doğru qeyrət deyirəm. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün anım günüdür, qəhrəmanları andıq. Zəfər günün mübarək, anam Azərbaycanım. Zəfər günün mübarək, canım Azərbaycanım. Azad günün mübarək, şanım Azərbaycanım. Zəfər sənə yaraşır, uca zirvələrdə ol. Şan şöhrətlə, qürurla, qoca zirvələrdə ol. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm. Mən vətənə sabiri, doğan qeyrət deyirəm. Mən vətənə Üzeyir, mən vətənə Füzuli, müşfiq səmət deyirəm. Günəş kimi müqəddəs bir həqiqət deyəndə, dünya məni dinləsin, Azərbaycan deyəndə. Diqqət deyirəm, Azərbaycan deyəndə. Polad Həşimov həmişə bizim ürəyimizdə yaşayacaq. Yaşa vətən, çox yaşa. Yaraşır zəfər sənə. Alqış min kərə alqış, zəfəri bəxş edənə. Ayağın dəyən torpaq əsirlikdən qurtarır, sən qalxmısan ucalığa. Mən vətənə Füzuli, Abbas Səhət deyirəm. Günəş kimi müqəddəs bir həqiqət deyirəm. Dünya məni dinləsin, diqqət deyirəm, Azərbaycan deyirəm. Zəfər xəbəri gəldi, noyabrın 8-i. Xalqımız çox sevindi, hey yaşa Azərbaycan. Çox şükür bu illərə, biz qazandıq qələbə. Həvəslə mən alıram bu şiiri qələmə. Candan əziz sən ey can, hey yaşa Azərbaycan. Zəfər günün mübarək, çox yaşa Azərbaycan. Poladın da Bu günləri biz Zəfər bayramına görə Polad Həşimovu ziyarətə gəlmişik. Allah ona rəhmət eləsin. Şagirdlərimiz hər zaman onun adını anır və biz fəxr edirik ki, belə qəhrəman general-mayorumuz onun ruhunu hər zaman uşaqlarımız yad eləyəcək. Hər zaman onu ziyarətinə gələcəyik. Heç vaxt unudulmayacaq şəhidlərimizdən Polad Həşimovu heç zaman unutmayacağıq biz. Ona görə də qəhrəmanlarımız unudulmur, şəhidlər unudulmur. Nə qədər vətən var, nə qədər xalqımız var, dövlətimiz var, şəhidlərimiz hər zaman yaşayacaq, unudulmayacaq. Heç zaman unudulmayacaq. çok sağ ol. Çok sağ ol. Başka